Salam aleykum. Benzol və propenin qarşılıqlı təsirindən izopropil benzol alınır və onun da oksidləşməsindən, yəni qatı sülfatın iştirakına oksigenlə təsir eləyəndə, oksigen burada 2 dənədir və bu zaman buradan diqqətlə fikir versəniz, bu hidrogen və bu hidrogen gəlir bura. Həmçinin bu C6H5, bir də ki oksigen. Əmələ gəlir C6H5OH, yerdə qalır deməli bu karbon və bu. Sonra onun sağ-sol tərəfində metil, bir də ki bu oksigen. Yəni aseton alınır. Təbii ki bu maye halındadır, bu da bərk haldadır. Bu da yazıb ki A və B maddəsi alınır. A maddəsi adi şərtdə mayedir. A maddəsi budursa, B maddəsi fenoldur. Fenol zəhərlidir, bəli, amma pikrin turşusu 2,4,6 trinitrofenoldur. Yəni ikinci səhvdir. Və adi şərtdə bromlu su rənglləşdirir, bəli. Yəni burada səhv olan yalnız bu olacaqdır. Tərkibində 2 funksional qrup olan maddələr, ümumiyyətlə 2 funksional qrup olan cavab burada glisin düşübdür. NH2, karbon H2COH, həm amin qrupu var, həm də karboksil qrupu. Yəni bunun cavabını glisin düşüb orada. Hansı maddə həm karbon, həm silisiumla reaksiya daxil olur? Orada da buna uyğun olan cavab kalsiumdur. Yəni kalsium bunların hər ikisinə reaksiya daxil olur. Gəldi burada deməli bu Euler-Venn diaqramıdır. Yəni bu şəkildə belə deyək, məsələn bu belə göstərilir. Burada deməli yazıb ki, tərkibində bir tək elektron var. Xrom 3D5 4s1-dir. Yəni burada 6 dənə tək elektron var. Amma mis 3D10 4s1-dir. Burada bir tək elektron var. Ona görə də biz bunu şamil eləyəcəyik. Üçüncüyə əlavə yarım qrup, hər ikisi əlavə yarım qrup elementidir. İkini bura yazacağıq. H-xlorla xrom gedəcəkdir. Yəni mis getmir. Ona görə biz 3'ü bura yazacağıq. Qatı sülfat turşusundan adi şəraitdə mis gedəcək. Xrom getmir. Bura 4'ü yazacağıq. Həmçinin ona görə doğru cavab 3, 2, 1, 4 olacaq.